Bunu gətirib qonşunun, hələ qonşunun evinin üstü ilə də çəkiblər. Düz aparıblar, düz damın beli ilə. Keçə bilmirik, qorxudan. Məsələn, mənim iş yolum buradandır. Başqa yolum yoxdur. Mən keçə bilmirəm buradan. Görüntülər Xırdalan şəhərinin Nizami Gəncəvi küçəsindəndir. Bu kabellər göz qabağındadır da, bütün evlərin altındadır, hamısı qarışıq, hörümçək toru kimi qarışıqdır. Araşdırmamızın nəticəsi göstərir ki, kabellər internet, işıq və telefon xəttlərinə aiddir. Naqillərin bu cür nizamsız şəkildə düzülməsi həm şəhərin görüntüsünə xələl gətirir, həm də insanların həyatını təhlükə altına alır. Azərişıqdan bildirildi ki, həmin kabellər elektrik xəttləri deyil. Aztelekomla əlaqə saxlamağımıza baxmayaraq bizi İnformasiya Kommunikasiya Təhlükəsizliyi Agentliyinə istiqamətləndirdilər. Maraqlıdır ki, İKTA da yenidən Aztelekoma yönləndirdi. Kabellərin nizamsız çəkilməsi ilə bağlı mütəxəssislərin fikrinə gəlincə, elektrik naqillərinin quraşdırılması zamanı naqillərin öz arasında olan məsafə ilə bərabər yaşayış yerləri ilə olan məsafəyə də xüsusi diqqət yetirilməlidir. Quraşdırılmış elektrik naqillərinin xaotik və nizamsız şəkildə mövcud olması baş verə biləcək nasazlıq və ya qəza hadisələri zamanı müdaxilə edilmə müddətini uzada bilər. Ard-arda baş vermiş yanğın hadisələrini nəzərə alsaq, düzgün kabelləşmənin əhəmiyyəti daha aydın nəzərə çarpar. Xüsusilə elektrik xəttlərinin çoxluq təşkil etdiyi yaşayış məntəqələrində. Lalə Allahverdiyeva, Fidan Şakirqızı, Vahab İmanzadə, ASTV Xəbər.